xırçıldayan badımcan salatını hazırlayırıq. Hər restoranın öz kəsim görünüşü var. Yəni istədiyi kimi, istədiyi tərzdə doğrayır, yəni xırçıldı badımcanı hazırlayır. Kubik formasında deyilim o. Bizdə badımcan xırda olduğuna görə mən çox kiçilmə və bu tərzdə də doğraya bilirik. Həmən doğrayan kimi atırıq duzlu suya. Yəni hamısını doğrayandan sonra bir 5 dəqiqə, 10 dəqiqə duzlu suda qalanda qoxusu yoxdur. Acısı çıxır duzlu sudan. Sonra atacağıq onu kraxmalın içinə. Kraxmalda da qəşəng qarışdırandan sonra tavada qızardacağıq. İndi mən bunları doğrayayım hamısını. Sousu da burada. Deməli, sweet chili və mamacita sousu. Orijinal versiyası sweet chili və mamacita sousu ilə hazırlanır. İkisinin qarışığıdır. Belə deyək də, hələ bil ki 150 qram sweet chilidirsə, 50 qram, 60 qram da ona 70 qram olsun, mamacita vururuz. Və sweet chili mamacitadan 2 dəfə çox olmalıdır. Mənim ona küncüt yağı vururlar. Küncüt yağı limon suyu. Yox. Sousa vurulmur. Deyirəm axı hər restoranın öz, yəni dad olaraq sırf götürüblər.